Arpa dəmlənməsinin faydaları. 1. Arpa dəmlənməsi börəkləri həm iltihabdan təmizləyir, həm də duz və qumlardan. Bu dəmləməni börək ağrısından əziyyət çəkin hər bir insan cəmi bir həftə içdikdən sonra hiss edəcəkdir. 2. Arpa dəmlənməsi öd durğunluğu və öd qumlarından əziyyət çəkənlər üçün də faydalıdır. Belə ki, bir müddət içdikdən sonra ağız acılığının getdiyini görəcəksiniz. 3. Arpa dəmlənməsi yüksək xolesterini təmizləyir, yüksəlmiş qaraciyər fermentləri, ALT, AST, triqliseridlər, hansı ki, bunlar yüksələndə köp, ümumi narahatçılıq, yüksək təzyiq verə bilir və bunları yavaş-yavaş aşağı salır. 4. Şəkərin qanda səviyyəsinin qalxmağının qarşısını alır, həm də şəkər xəstələrində pozulmuş metabolizmdən sonra xolesterin səviyyəsinin qalxmasının qarşısını alır. 5. Oynaq ağrıları, əsasən də revmatoidli polartrit üçün arpa dəmləməsi içmək oynaq ağrılarını və şişkinlikləri azaldır. 6. Arpa dəmləməsində zəngin fosfor vardır. Fosfor beyin inkişafı üçün olduqca faydalıdır. Arpa dəmləməsi içilməsi beynimizi beyin büzüşməsindən, sklerozdan və beyin damarlarının spazmadan qoruyur. Arpa dəmlənməsinin hazırlanması. 2 xörək qaşığı arpa götürülür, 3 stəkan suda 4-3 saat saxlanılır. Sonra 10 dəqiqə vamutda qaynatılır. Sonra isə süzülür. Gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içilir.